بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین و صلی الله علی محمد و آله الطاهرین. اعوذ بالله من الشیطان الرجیم. و عنده مفاتح الغیب لا یعلمها الا هو. Ayə 59 Ən'am surəsində. Allah-u Teala burada buyurur ki, qeybin açarları Allahın nəzdindədir. Bilmir onu məgər o özü. Məfatihul qeyb iki mənayədir. Çün bir məfatih, miftah sözünün cəm ola bilər. Miftah yəni miftah da bundandır. Yəni kilit, açar. Məfatihul qeyb yəni qeybin kilidləri, açarları. Bir mənası da məfatih, məftah sözünün cəmidir. Yəni xəzinə, qeyb xəzinələri. Allahın nəzdindədir qeyb xəzinələri. Ya Allahın nəzdindədir qeybin kilidləri. Bilməz o qeyb xəzinələrini ya qeyb kilidlərini məgər Allah. Bir şəhadət aləmi var, bir qeyb aləmi var. Alimul qeybi və şəhadə. Şəhadət hiss aləmidir. O aləm ki, insan gözü ilə görür, qulağı ilə eşidir, əli ilə ləms eləyir. Qeyb aləmi odur ki, insan maddi gözlə görənməz. Bu aləmdə var, amma maddi bir varlıq deyil. Misli ruh, misli ağl. Fəlsəfi termində mücərrədlər, mücərrəd varlıqlar. Və bir də qeyb aləmi, onlar ki, hələ baş tutmayıb. Gələcəkdəki hadisələr. Onlar ki, baş tutub, geçmişdə qalıb, geçmişdəki hadisələr, hamısı bunlar qeyb aləmidir. Biz adi insanlara ki, gözünlə baxırıq, qulaqla eşidirik. Geçmiş tarixi hadisələr bizim nəzdimizdə dəyindi. Gələcək hadisələr bizim nəzdimizdə dəyindi. Görmürük, bunlar qeybidir. Bəzi qeyblər var, nisbi qeybidir. Yəni, ola bilər şəhadət olsun, çevrilsin. İndi gələcək xəbərlər qeybidir. Amma gələcək baş tutdu, o zaman olar şəhadət. Əgər bu xəbər maddi aləmə dəxli vardı. Geçmiş xəbərlər o geçmiş zamanında qeybidə idi. O zaman ki, hadisə baş verirdi. İndi çün mən bilmirəm, mənə qeybidir. Amma bəzi qeyblər var, bu mutlaq qeybidir. Daha heç vaxt çevrilməz şəhadət aləminə. Ruh, mücərrədat belədir. İnsan qeyb aləmini bir vəhy yolu ilə yetişər. Peyğəmbər vaxtı peyğəmbərliği sübut oldu. Mucizə ilə insan peyğəmbərə inanar. İnanandan sonra peyğəmbərin gələcəkdən xəbərini, geçmişdən xəbərini inanar. Peyğəmbər Quranda buyurur ki, gələcəkdə, qiyamətdə belə hadisələr baş verəcək, belənçə diyaloqlar olacaq, belənçə suallar olacaq. Bu qeybi xəbərdir. Amma daha çox peyğəmbəri, peyğəmbərliyinə inanmışıq, vəhy yolu ilə o qeybi xəbərə yetişirik. Geçmiş də onun tayıdır. Quran peyğəmbərə vaxtı xəbərləri verir, geçmiş peyğəmbərlərin xəbərlərini. Davamında buyurur ki, sən onların yanında dəydin, Tur-i Sinada dəydin, Beytül-Ləhmidə dəydin, o birisi peyğəmbərlərin yaşayış yerlərində, məntəqələrində dəydin ki, onları şahid olasan, görəsən. Bunlar tilkə min ənba'il qeyb nuhiha iləyk. Bunlar qeybi xəbərlərdir, sənə vəhy edirik. Ümumiyyətlə, vəhy özü qeybidir. Vəhy özü qeybidir. Ki, peyğəmbərə Allah-u Teala mələyin vasitəsilə ya vasitəsiz çatdırır. Qeyb özü
Vəhy özü qeybidir. Bu ki, bəzi firqələr bilmədən qeyb elmini Allaha bilirlər və qeyri Allaha qeyb elmini qəbul eləmirlər. Bunlar Qur'andan uzaq insanlardılar. Quran özü buyurur, bu qeybi xəbərlərdir, sənə vəhy edirik. Tilkə min ənba'il qeyb nuhiha iləyk. Əgər qeyb bilmək şirklə bərabər olsa, daha fərq eləməz. Peyğəmbərə xəbər vermək ya qeyri peyğəmbərə, hər halda şirk mahiyyəti dəyişilməzsə, o ki Qur'an ayələrindən istifadə olunur və bəzi beləncə firqələr məhrumdular beləncə bir məlumatlardan, çün diqqət eləmirlər ayələrə, səthi baxırlar, o da budur ki, təlim yolu ilə Peyğəmbər qeybi xəbərə malik ola bilər. Qeyb Allahındır, yəni zatən müstəqil olaraq, mənbə olaraq. Amma Peyğəmbər də aya qeybi bilə bilər ya yox? Quran deyir bilə bilər. Allah təlim versə bilə bilər. Amma mümkündür, bir dənə də mən bir ibarət ərz edeyim. Mümkündür Quran məqsədi elmi qeybidən təlim yolu ilə elmi qeyb olmayan. Onda bəli demək olar Peyğəmbər elmi qeyb bilmir. Çünki Peyğəmbər təlim yolu ilə bilir, vəhy yolu ilə elmi qeyb bilir. Amma bu məsələ mahiyyəti dəyişməz. Termin dəyişər. Məqsədim elmi qeybidən müstəqil elmi qeybidir. Bəli, müstəqil elmi qeybi Allah bilər. Allahdan başqa heç bir kim bilməz. Amma təlim yolu ilə elmi qeyb kimə öyrətsə, Allah onu bilər. Necə ki, öyrətdi Peyğəmbərimizə geçmiş xəbərləri. Necə ki, vəhy özü qeybi xəbərdir. Necə ki, Peyğəmbərdən qıraq bir sıra insanlar ki, Allah oliyaları idilər, onlara da qeybi xəbər Allah-u Mutal Quranda gətiribdir. Musanın anasına deyirsən, bunu süt ver və bunu süt verəndən sonra sandığa qoy, Nil çayını at, inna radduhu ilə ki, biz sənə qeytərəcəyik. Musa arxeyin idi ki, Musanın anası arxeyin idi ki, uşaq qeytəriləcək biləsinə. Bu ki, bilirdi uşaq biləsinə qeytəriləcəkdir, bu qeybi xəbərdir. Quranda qeybi xəbər çoxdur, qeyrəz Allah, lakin Allahın təlimi ilə. Çaşdırma bu firqənin buradadır ki, Qur'andan ayələri seçərlər, yığmazlar hamısını bir yerə və bu Qur'anı ezin, yəni hissə-hissə eləməkdir. Qur'anı kəsməkdir, ayələrini kəsməkdir və bir ayəni götürüb ayəni nəzərdə almamaqdır. Buru ki, qeyb açarları Allahın nəzdindədir. Allahdan qeyr bilməz, ərz elədim bilməz, mənası budur ki, müstəqil olaraq bilməz. Allah öyrətsə bilər. Və Allah elmi sonsuzdur. Elmi sərhəddi yoxdur. Və ya'ləmu ma fil bərri vəl-bəhr. O ki, quruluqdadır və dənizdədir, Allah bilir. Bərr və bəhr burada kinayədir, yəni kulli aləm. Allah kulli aləmdən xəbəri vardır. Və ma təsqutu min vərəqətin illa ya'ləmuha. Hər yarpaq ağacdan düşür yerə, Allah onu bilir. Bir meşənin nə qədər yarpaq olar? Dünyada minlər meşə var, minlər, milyonlar, milyardılar ağac var. Tamamı yarpaqlar ki yerə düşür, Allah hamısından xəbəri var. Və la habbətin fi zulematil ərz, və la rətbin, və la yabisin, illa fi kitabin mubin. Dənə, həbbə yəni dənə. O dənəyi ki əkərlər ta ağac olsun. Vərəqə yəni yarpaq. Yarpaq ki daha ölübdür, quruyubdur, düşür. Dənə yəni taza yaşayışı başlanır, istəyir bərpa olsun. Deyir, ölüm və bərpalıq Allahın əlindədir. Allah bilir nələr qutulur, nələr başlanır. Yəni yarpaqla dənənin də bir belə münasibətləri var.
O ölməyi qutuldu, öldü, həyatı sona çatdı bu dünyada, bu hələ başlayır. Və la habbətin, dənə ki fi zulümatil ərz, yerin qaranlıqlarındadır. Və la rətbin və la yabisin. Heç bir quru ya yaş. Quru yaş burada yine kinayədir. Yəni kull aləm. Yoxdur illa fi kitabın mubin. Məgər aydın bir kitabdadır. Kitab-ı mubini müxtəlif təfsirlər eləyiblər. Bir təfsiri də həmin Allahın elmidir. Yəni aləmdə hər nə var, hamısı Allahın elminin içindədir. Vaxtı insan bilənçi bir elmə, bilənçi bir imana yetişdi ki, tamam aləm Allahın elmindədir, ona görə özünü kontrol edir. Ona görə hədislərimizdə var ki, İttəqullah fil xələvat. Gizlilərdə də Allah'a nisbət təqvalı olun. Çün Allah-u Teala gizlilərdə də şahiddir sizin əmalınıza, sizin əməllərinizə. Sabah hakim olan bugün şahiddir. Allah'a gizli, xəlvət, qaranlıq, aşkar, bunlar fərqi yoxdur. La habbətin fi zulema, yerin zülmətlərində, qaranlıqlarında ona da xəbərdardır. Allah'ın elmi bir böyük bir bəhsidir. İslam ilahiyyatında da, fəlsəfəsində də mübahis olub, Qur'anda da, hədislərimizdə də bir sıra nəzəriyyələr var ki, Allah umumi elmi var, xırdalıqlar bəhsi Allah'a aid deyil. Və lakin bu ayə görürsən, deyir, hətta bir yarpaq, hətta bir dənə. Yəni Allah xırdalıqlara da, dənə içi qaranlıqlardadır, ona da elmi vardır. Bu bir məsələ. Digər məsələ budur ki, vaxtı insan başa düşdü ki, Allah hər şeyi bilir. Bu insan ilk mərhələdə həya hissi yaranmalıdır Allah'tan. Nə qorxu hissi. Qorxu axirətə rəbti var. Həya elə hal-hazirdə dünyaya. Qur'anın tərbiyəsi bu deyil ki, insan Allah'tan qorxsun. Tərbiyəsi budur ki, insan Allah'tan həya eləsin. Bu iki ayələrdə vurur, aya insan bilmir ki, Allah görür. Bunun mənası bu deyil ki, qiyamətdə qorxa, Allah dünyada gördü. Bunun mənası budur ki, dünyada o işi görəndə, savab işi görəndə, günah işi görəndə bil, Allah görür. Allah görür, yəni savab iş görəndə arxeyn ol, Allahla alver elədin. Günah iş görəndə də həyalı və diqqətli ol ki, Allah görür və bu Allah görür məsələsində insan özünü kontrol və nizarət eləməlidir. Bir bəhsi də budur. Bir sıra hədislərdə bu ayədə nisbət gəlib ki, İmam Sadiq əleyhissalamdan yarpaqdan məqsəd o sektidir. Yəni uşaq ki, ananın rəhimindən o yetişməmişdən 9 aydan əvvəl düşər, sekt olar. Dənə o uşaqdır. Zulümatil ərz məqsəd ananın rəhimidir və rotəb, yabis, yəni quru və yaş da o iki insan bu diriliyinə yığır ya o iki insan özündən uzaqlaşdırır. Bu, əgər bu mənada olsa, bu istəyir ayənin bir təvilin desin. Yəni, ayənin təfsirinə dəxli yoxdur. Vərəqə sözü Qur'anda və ərəb dilində yarpaqdır. Həbbə sözü Qur'anda və ərəb dilində dənədir. Bu ayənin təvilidir. Bilirsiniz, Quran ayələrinin necə təfsiri var, kənarında təvili də var. Amma ma ya'lamu təviləhu illallah və rasikhuna fil ilm. Allah və məsum eləyə bilər Quranın təvilin desin. Ona görə bu ayə ki, əgər belənçi mənə eləyək ki, ayənin təvilidir. Hər halda Allahın elmini bilmək
insanın həyatında həm tərbiyəvi təsiri var, həm dini məsələdir. Vaxtı bilirik Allah hər şeyi bilir. Dini məsələsi budur ki, pəs Allah əgər bir qanuni mənə yazıbdır, mənim gələcəyimdən də xəbəri var. Bəzilər bilən ki, bir Allahın hökmlərinə tənqidləri vardı ki, bu hökm 1400 il bundan əvvəlindir, indinin deyil. Əgər Allah hökmü 1400 il bundan əvvələ ancaq nazil eləsə, bəli, sözləri düzdür. 1400 il bundan əvvəlindir və daha indiyin deyil. Amma əgər Allah-u Teala Qur'anı nazil eləyə hamı üçün, bütün əsrlər və zamanlar üçün, bu bir. İkinci tərəfdə də Allah hər şeyi bilir. Heç bir yarpaq, yaş, qum yoxdur ki, yaş, quru yoxdur ki, Allah xəbərdar olmasın. Əgər Allah hər şeyi bilir, onun nəzdindədir qeybin kilidləri, pəs gələcəyə nisbətdə nəzərdə alıb və bu hökmü deyibdir. Bir budur ki, bizim subutumuz ola, Allah buyurur ki, mən bu hökmü, bu şəriəti ilə ancaq gətirmişəm 1400 il bundan əvvələ. Ondan oyuna mən şəriət də gətirməmişəm. 100 il sonra da şəriət qutuldu. Əgər Allah-u Teala belənçi bir söz buyurubdur, Qur'anda ya məsumlardan belənçi bir söz vardı ki, şəriət 100 il əvvələ aiddir, Peyğəmbərin dövrünə, başqa zamanlara aiddir, bəli. Amma Qur'anın ayələrindən və hədislərdən belə çıxmır. Qur'an bütün zamanlar üçündür. Din və Peyğəmbərin, axırıncı Peyğəmbərin şəriəti tamam zamanlar üçündür. Ona görə Allahın elmi də bir tərəfdən, bunların nəticəsi bu olar ki, Allahın elmi naqis deyil ki, fəqət elə o zamana aid hökm və qanun versin. Bunun mənası bu da ya, biz mümkündür səhvi başa düşək dini. Bəşər mümkündür səhv başa düşə. Amma din ilə din mərifətin fərqi var. Dini mərifət, yəni bəşərin düşündüyü dindən. Bu həmişə inkişaf eləməlidir. Vəli dinin inkişafının mənası yoxdur. Əgər din həmişəlikdir, dini gərək yenidən tanıyaq. İnsan mümkündür naqis tanıyıbdır. Amma din heç vaxt inkişaf eləməz o mənaya. Dini marif inkişaf eləyər, dini düşüncə inkişaf eləyər. Bu bir geniş bəhsidir. Yerində inşallah ayrı vaxtda ərz edərəm. Əssalamu aleykum və rəhmətullah və bərəkatuhu.